Salam əziz həmkarlar. Karl Dweck düşüncə tərzi nəzəriyyəsi. Sual 1. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə əsasən səy göstərməyin önəmli olduğunu anlayan şagirdlə bağlı hansı fikir doğrudur? Səy göstərmək açıq düşüncə tərzi. Çətin tapşırıqların icrasının öhdəsinə götürür olmalıydı. Başqalarının gözündə zəif görünməkdən qorxmur olmalıydı. Səhv etdikdə narahat olmur olmalıydı. Başqalarının uğrundan öyrənir, başqalarından ilham alır. Bunlar açıq düşüncə tərzidir. Rəyləri önəmli saymır, səhvdir. A, B, C, Y. Bunlar qapalıdır. D bəndi açıq düşüncə tərzi. Sual 2. Şagirdlər xarakter və intellektin dəyişə biləcək bir şey olduğundan əmin olduqda daha yaxşı akademik nəticələr göstərə bilir. Açıq düşüncə tərzi. İndi mən variantlarımdan açıq düşüncə tərzini tapmalıyam. Yaxşı tərifləmələr şagirdlərə risklər etməyə imkan verməyərək onları səhv etməkdən qorxan hala gətirir. Aha, bu açıq düşüncə tərzi yox. Tamamlayın. Qapalı düşüncə tərzinə. Çünki yaxşı tərifləmələr şagirdlərə risklər etməyə imkan verməyərək onları səhv etməkdən qorxan hala gətirir. Bu qapalı düşüncə tərzidir. Şagirdlərə gözləmə vaxtının verilməsi zaman keçdikcə onların düşünmə sürətinin gerilənməsinə səbəb olur. Bu səhv bir fikirdir. Şagirdlər tapşırığın öhdəsindən uğurla gələ bilmələri üçün onlara daha təcrübəli başqa bir şəxsin mentorluq etməsi lazımdır. Bu Vygotsky'dir. Şagirdlər müxtəlif zəka növlərinə sahib olmaları onların öyrənməsinə təsir edən faktordur. Məsələn, müxtəlif intellektlər, zəka növləri. Bu, yəni Karl Dweck deyil, Gardner nəzəriyyəsidir. Öyrənmə prosesində sosial bacarıqlar çox əhəmiyyətlidir. Bu da sosial bacarıqlar da Vygotsky'yə aiddir. Deməli, mən Karl Dweck nəzəriyyəsinə aid olan olduğu A bəndi. Düzdür, mənə verilən açıq düşüncə tərzidir. Amma A variantı qapalı düşüncə tərzidir. Əsas odur ki, Karl Dweck nəzəriyyəsinə aiddir. Buradan olduğu A bəndi. Çünki B bəndində deyir, düşünmə vaxtının verilməsi gözləmə vaxtı. Düşünmə sürətini gerilədir, səhvdir. Yəni, biz Karl Dweck deyirdi ki, şagirdlərə gözləmə vaxtı verin. Deməli, buradan olduğu A variantı. Sual 3. Yəni, 2-ni başa düşdünüz. Burada, məsələn, açıq düşüncə tərzidir. Amma hansı nəzəriyyədir? Karl Dweck nəzəriyyəsi. Karl Dweck nəzəriyyəsi də burada A variantıdır. Şagird çox bacarıqlıdır. Buna baxmayaraq, istənilən səhv onun motivasiyasını azaldır. O mental olaraq özünü bloqluyur. Şagird haqqında hansı fikir doğrudur? Deməli, burada şagird qapalı düşüncə tərzinə malikdir. Yəni, biz nə deyirdik? Səhv olanda qorxur, motivasiyası azalır, risk etməyi sevmir. Bunlar hamısı nəyə aiddir? Qapalı düşüncə tərzinə. C variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. İnkişafa açıq düşüncə tərzinə sahib insan düşünür. Başqalarının gözündə zəif görünməməliyəm. Açıq yox, qapalı. İnkişafa açıq düşüncə tərzinə sahib insan düşünür. Tapşırığı keyfiyyətli şəkildə yerinə yetirdiyimdən rəylərə ehtiyac yoxdur. Qapalı. Açıq düşüncə tərzi rəy almağı sevir. Aha. Yanlışa baxaq. İnkişafa açıq düşüncə tərzinə sahib insan düşünür. Tapşırığı edən zaman çətinliklə qarşılaşmamalıyam. Açıq yox, qapalı. İnkişafa açıq düşüncə tərzinə sahib insan düşünür. Tapşırığı ilk cəhddən edə bilmədimsə demək alınmayacaq. Açıq yox, qapalı. Doğrum yoxdur. Səhvimdən 3-lə 4-üm səhvdir. Bu deyir D variantı. Verilənlərdən biri Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə aid deyil. Şagirdlər xarakter və intellektin dəyişə biləcək bir şey olduğuna əmin olduqda daha yaxşı akademik nəticələr əldə edə bilir. Açıq düşüncə tərzi. Son araşdırmalar göstərir ki, yanlış tərifləmələr
şagirdlərə risklər etməyə imkan verməyərək onları səhv etməkdən qorxan hala gətirir, qapalıya çevirir, düzdür? Yəni mən onun prosesin, işin gedişatını tərifləməliyəm, şagirdin özünü yox. Şagirdlərə gözləmə vaxtının verilməsi zaman keçdikcə onların düşünməsinə müsbət təsir edir. Doğrudur, bunlar hamısı Dweck nəzəriyyəsidir. Açıq düşüncə tərzinə malik şagird tapşırığın öhdəsindən gələ bilməyəndə hələ ki bacarmıram deyir, doğrudur. Şagirdlər tapşırığın öhdəsindən uğurla gələ bilmələri üçün onlara daha təcrübəli başqa bir şəxsin mentorluq etməsi mütləqdir. Bu, sosial inkişaf nəzəriyyəsi Vygotsky'yə aiddir, yebəndi. Karl Dweck'in nəzəriyyəsi deyil. Aşağıdakılardan hansı inkişafa açıq düşüncə tərzinə məxsus xüsusiyyətlərdir? Çətinlikləri sevmək açıqdır. Səhv etməyi sevməmək, motivasiyadan tez itirmək, çətinliklərdən qaçmaq, tez ruhdan düşmək, bunlar qapalı düşüncə tərzinə aiddir. Deməli, A variantı. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğru, yanlışdan yanlışı tapmalıyam. Şagird qapalı düşüncə tərzinə sahib insan düşünür. Mən tarix fənnini daha yaxşı öyrənirəm, fizikanı öyrənə bilmərəm. Bu doğrudur. Qapalı deyir ki, mən bacarmıramsa heç vaxt bacarmayacam. Bir düzdür. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Rəylər məni irəliyə apardığına görə onları dinləməliyəm. Qapalı yox, açıq düşüncə tərzinə sahib insan düşünür. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Tapşırığı edə bilmirəmsə təslim olmaq olmaz. Olmaz deyən, hələ bacarmıram deyən qapalı yox, açıqdır. Deməli, doğrumdan bir doğrudur, yanlışımdan 3 yanlışdır. 4-ə baxaq. İnkişafa qapalı düşüncə tərzinə sahib insan düşünür. Çətinliklər məndə yeni bacarıqlar formalaşdırmır. Düzdür, qapalı düşüncə tərzi bu formada düşünür. Oldu, yebəndi. 1-3. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə görə inkişafa açıq tipli düşüncə tərzinə malik sinifi formalaşdırmaq yollarından biri doğru verilməyib. İlk növbədə şagirdlərə intellektin, zəkanın dəyişə bilən olduğunu, heç nəyin daş üzərində yazılmadığı, bir sözlə beynin elastik olduğunu öyrətmək lazımdır. Doğru fikirdir bu. Şagirdlərdə öyrənmə prosesində risk götürmək mədəniyyətini formalaşdırmaq lazımdır. Doğru fikirdir. Şagirdləri tərifləyərkən düzgün tərifləmə növündən istifadə etmək lazımdır. Doğru fikirdir. Düşünmə və gözləmə vaxtlarına əməl olunaraq dərindən öyrənməyə şərait yaratmaq lazımdır. Doğru fikirdir. Şagirdlərin tapşırığı işləyərkən yanlış cavablarını həmin anda mühakimə edərək növbəti yanlışların qarşısını almaq lazımdır. Səhv bir fikirdir. Yəni şagird tapşırığı işləyəndə səhv cavab verirsə, müəllim onu həmin anda mühakimə etməli deyil. Səhvlərdən öyrənə biləcək hala gətirməlidir. Risk götürməyi formalaşdırmalıdır. Deməli, Y variantı yanlışdır. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə aiddir. Şagird müxtəlif zəka növlərinə sahib olmaları onların öyrənməsinə təsir edən faktordur. Bu, zəka növləri Howard Gardner'də çıxırıq. Şagird inkişafında müəllim və yoldaşları ilə əməkdaşlığın önəmi böyükdür. Bu, sosial Vygotsky, yəni Vygotsky nəzəriyyəsidir. Hansı yaşda olmasına baxmayaraq şagirddə abstrakt mövzuların tədrisi qəbul ediləndir. Bu da aiddir sosial Vygotsky'yə, bizə aid deyil, yəni bizə əsas Karl Dweck'dir. Bəzi şagirdlər çətinliklə rastlaşdıqda ruhdan düşürlər, qapalı, öyrənməyə davam etmək istəmirlər, qapalı. Qapalı düşüncə tərzi Karl Dweck. Yanlış davranışın qarşısını almaq üçün şagird sinif tədbirlərindən məhrum etmək lazımdır. Səhv bir fikirdir. Deməli, oldu, D bəndi. Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Şagirdin düşüncə tərzi onların əldə etdiyi informasiyanı necə istifadə etmələrində rol oynamır. Bu səhv bir fikirdir, rol oynayır. İnkişafa açıq tipli düşüncə tərzinə malik şagirdlər metakognitiv biliyə malik olurlar, müstəqil öyrənməyə maraq göstərirlər. Doğru bir fikirdir.
Səhvlərini təhlil etmək, onlardan məqsədə çatmaq üçün düzgün istifadə etmək, inkişafa qapalı tipli düşüncə tərzinə malik şagirdlərə xas xüsusiyyət deyil. Səhvləri təhlil etmək, onlardan məqsədə çatmaq üçün düzgün istifadə etmək, düzü də qapalı deyil, açıq düşüncə tərzinə malikdir. 3 doğru bir fikirdir. Qapalı düşüncə tərzinə malik şagirdlərin öyrənmə nəticələrinə nəzarətin öz əllərində olduğuna inanırlar və daha çox cəhd edirlər deyirsə, bu qapalı yox, açıq düşüncə tərzidir. Qapalı bir dəfə cəhd edir, alınmırsa alınmır. Doğrudan 2, yanlışımdan 4. Bu da eləyir B bəndi. Riyaziyyatda bütün misalları həll etməyə bacarsa da, trigonometrik funksiyalarda uğurlu ola bilmirdi. Şagird artıq bu bölməni oxumadan digər bölmələrə keçir. Düşünür ki, mən bunu bacarmıram, heç vaxt bacarmayacam. Özünü motivasiyadan salır. İnkişafa qapalı düşüncə tərzi. Çox gözəl yazılar hazırlayan şagird çıxış etməyə bacarmırdı. Şagird çıxış edə bilməyəcəyini çoxdan qəbul etmişdi. Yəni düşünür ki, mən çıxış edə bilmirəmsə, heç vaxt edə bilməyəcəm. Bu qapalı düşüncə tərzidir. Amma açıq düşüncə tərzi deyir, mən hələ bacarmıram. Öz üzərimdə işləsəm, bacaracam. Dəqiq elmlərdə uğurlu olan şagird artıq mənim uğurum bu sahədir deyə düşünüb, humanitar fənləri oxumaqdan imtina edir. Qapalı düşüncə tərzi. Yəni düşünür ki, mən bunu oxuyuram, yadımda qalmırsa, heç vaxt qalmayacaq. Zəka anadan gəlmədir kimi inanır. Bu nədir? Qapalı düşüncə tərzi. Bacarmıram deyir. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyən edin. Şagird tapşırığın öhdəsindən gələ bilməyəndə hələ bacarmıram, hələ sözü varsa, bu olur açıq düşüncə tərzi. Şagird öyrənmə prosesində risk götürmək mədəniyyəti yaratmaq lazımdır, açıq düşüncə. Düşünmə və gözləmə vaxtına əməl olunaraq dərindən öyrənməni təmin etmək olur, açıq düşüncə tərzi, yəni düşüncə tərzi nəzəriyyəsi. Karl Dweck. Dweckdə görə inkişafa qapalı düşüncə tərzinə sahib olan insan düşünür. Mən ədəbiyyat fənnini daha yaxşı öyrənirəm, kimyanı isə öyrənə bilmərəm. Öyrənə bilmərəm, heç vaxt bilməyəcəm, bacarmaram deyənlər qapalıdır. A bəndi. Baxın, rəylər məni irəliyə apardığına görə onları dinləməliyəm. İrəliyə doğru getmək istəyir açıq düşüncə tərzi. Çətinlikləri həll etdikdə məndə yeni bacarıqlar formalaşır açıq. Bir işi edə bilmirəmsə, deməli hələ bacarmıram, hələ açıq. Tapşırığı edə bilmirəmsə, istifadə etdiyim metodu dəyişməyim lazımdır, açıq, müxtəlif strategiyalardan istifadə eləyir. Deməli, A bəndi. Hazırlaşdığı ilk tədbirdə bəyənilməyən, alqış almayan şagird kədərlənsə də, daha sonra məktəbdə keçirilən bütün tədbirləri izləyib araşdırmalar edirdi. Daha gözəl tədbir keçirmək üçün onun yeni fikirləri formalaşırdı. Görürsüz, tənqidləri qəbul etdi, irəliyə doğru getməyə çalışdı, yeni fikirlər formalaşdırdı, cəhd etdi. Bunlar nədir? İnkişafa açıq düşüncə tərzi. Şagird bacarıqlıdır, özünə çox inanır, mürəkkəb tapşırıqları etməyi sevir. Bu nədir? İnkişafa açıq düşüncə tərzi, özünə inanır, mürəkkəb tapşırıq edir, bacarıqlıdır, düşünür ki, mən hər zaman bacaracam. Bu, inkişafa açıq düşüncə tərzi. C bəndi. Verilənlərdən hansı açıq düşüncə tərzinə malik şagirdə aid deyil? Şagird imtahanda zəif nəticə əldə etməsinə baxmayaraq, daha çox çalışmağı məqsəd kimi qarşısına qoyur, daha çox cəhd edir, daha çox səy göstərir. Bu, açıq düşüncə tərzidir. Təcrübədə uğursuzluğa uğrayan şagird bunun gözlənilən olduğunu bildiyi üçün ruhdan düşmür, yenidən cəhd edir, irəliyə doğru addım atır, açıq düşüncə tərzi. Məqsədin öyrənmək olduğunu bilən şagird araşdırma aparır, cəhd göstərir, açıq düşüncə tərzi. Müəllimdən çox ağıllı olması ilə bağlı rəyini alan şagird səhv etməmək üçün sadə tapşırıqlara yönəlir. Mükəmməl görünmək istəyir, səhv etmir, gözdən düşmək istəmir. Niyə? Çünki müəllim səhv təriflədi.
Bu olur qapalı düşüncə tərzi. Şagird inanır ki, daha çox vaxt sərf etməklə səhvlərini minimuma endirə bilər. Bu da açıq düşüncə tərzidir. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğru, yanlışdan yanlış. Düşünmə vaxtının verilməsi, düşüncə tərzini formalaşması üçün çox vacibdir. Doğru bir fikirdir, 1 saniyə, 30 saniyə, hətta 1 dəqiqəyə kimi düşünmə vaxtı verməliyəm. Düzgün tərifləmə metodundan istifadə olunması şagirdlərdə öz bacarıqlarına inamı artıra bilər. Doğrudur. Məsələn, yuxarıda baxın, müəllimdən çox ağıllı olması, müəllim ağıllıdır təriflədiyi, şagird səhv etməkdən qorxdu, mükəmməl görünməkdən qorxdu. Deməli, tərif önəmli roldur burada. Deməli, 1 ilə 2 doğrudur. Effektiv rəylərin vaxtında verilməsi, şagirdin özü haqqında fikirlərin yaxşılığa doğru dəyişməsinə kömək edə bilər. Doğrudur. Risk götürmə mədəniyyətinin formalaşdırılması, şagirdin yeniliklərə açıq olmasına imkan yaradır. Doğrudur. Yanlışım olmadığı üçün doğrumdan 1-2. Y bəndi. Daha sonra, şagird kifayət qədər savadlı və dünya görüşlüdür. Lakin gözdən düşməkdən qorxur. Bu xüsusiyyət ona öyrənməyə ciddi mane olur. Qapalı düşüncə tərzi, bu da olur Karl Dweck düşüncə tərzi nəzəriyyəsi. A bəndi. Gözdən düşməkdən qorxan, səhv etməkdən qorxan, risk götürməyən qapalıdır. Qapalı da aiddir Karl Dweckə. Şagird öyrənməyi bacarmayan şagird qarşısına məqsəd qoyaraq, daha çox vaxt sərf etməklə şeiri əzbərləməyə çalışırdı. Bu, cəhd edir, səy göstərir, inkişafa açıq düşüncə tərzi. B bəndi. Bütün cəhdlərinə baxmayaraq, uğurlu bir inşa yazmağı bacarmayan şagird inşa yarışmasına qatılmaqdan imtina edir. Qapalı düşüncə tərzidir. Yəni, inşa yazmağı bacarmıramsa, heç vaxt bacarmayacam tipdə düşünür. Amma səy göstərsəydi, yarışa qatılsaydı, irəliyə doğru getsəydi, bu açıq olardı. İnkişafa açıq düşüncə tərzinə malik şagird aşağıdakılardan hansını seçməməlidir? Əsasən asan tapşırıqların icrasını öhdəsinə götürür qapalı. Düşünür ki, onsuz da çətini yaza bilməyəcəm. Mən neynirəm çətini götürüb? Bu qapalıdır, açıq yox. A variantı səhvdir. Tənqidə və söylənilən fikrə qulaq asır, doğrudur. Suallar verər, səhvlərdən qorxmaz, doğrudur. Başqalarının uğrundan özü üçün nəticə çıxarar, doğrudur. Ruhdan düşməz, təslim olmaz, doğrudur. Deməli, A variantı oldu, qapalı. Şagird müəllimə layihə hazırlamaq istədiyini bildirsə də, hazırladığı layihələrin heç biri uğurlu alınmır. İsrarla yenidən cəhd edir, açıqdır, düşünür ki, hələ bacarmıram, amma bacaracam. Hansı fikir doğrudur? Şagirddə açıq düşüncə tərzinə malikdir. Müəllim vurma cədvəlini əzbərləyə bilməyən şagirdə cədvəli yeni yolla öyrətməyə çalışsa da şagird öyrənə bilməyəcəyini düşünərək bütün yardımları rədd edir. Rəyləri qəbul etmir, tənqidi çıxışları qəbul etmir. Düşünür ki, bilmirəmsə heç vaxt bilməyəcəm. Qapalı düşüncə tərzi. C variantı. Güləş üzrə yarışlarda hər zaman ikinci yerə çıxan şagird birinci olmaq arzusuna çatacağına inanır. 10 il sonra nəhayət Respublika birinciliyi yerə layiq görüldü. Açıq düşüncə tərzi. Səy göstərdi, irəliyə doğru getdi, özünə inandı. Açıq düşüncə tərzi. Eynən miq də belədir. Özünüzə inansaz, cəhd etsəz, yüksək nəticə toplayasınız. Şagird gələcəkdə təhsilini davam etdirmək üçün xarici dil öyrənməyin vacibliyini anlayır və qarşısına məqsəd qoyur. Öyrənmə prosesi əvvəlcə çətin olsa da, getdikcə daha effektiv öyrənir. Açıq düşüncə tərzi irəliyə doğru addım atır. B bəndi. Karl Dweck'ə görə açıq düşüncə tərzinə sahib insan düşünür. Başqalarının gözündə zəif görünməməliyəm. Bu qapalıdır. Tapşırığı keyfiyyətli şəkildə yerinə yetirdiyimdən rəylərə ehtiyac yoxdur, qapalıdır. Tapşırığı edən zaman çətinliklə qarşılaşsam sonadək davam etməyəcəm, qapalıdır.
Tapşırığı ilk cəhddən edə bilmədimsə, demək alınmayacaq, qapalıdır. Tapşırığı edə bilmirəmsə, demək daha çox çalışmalıyam, cəhd etməliyəm, səy göstərməliyəm. Bu açıqdır, Y bəndi. Boş xanaların yerinə düzgün cavabları müəyyən edin, qapalı düşüncə tərzi. Ruhdan düşmür, açıq. Bacarmıram deyir, qapalı. Hələ ki istifadəsindən tez-tez istifadə edir, hələ ki. Bu açıq. Səhv etməkdən qorxur, qapalı. Məqsədi bilik və bacarıq əldə etməkdir, açıq. Deməli oldu 2-4 B bəndi. Qapalı düşüncə tərzi ruhdan düşür. Ruhdan düşmür yazıb. Mən ruhdan düşür kimi oxudum bunu. Üzürlü sayın. Qapalı düşüncə tərzi, bacarmıram deyir 2, bir də səhv etməkdən qorxur 4. Ruhdan düşməyən, hələ ki sözündən istifadə edən, bilik və bacarıq öyrənən, cəhd göstərən bunlar açıqdır. Amma qapalı ruhdan düşür, bacarmıram deyir, ümumilikcə cəhd eləmir, səhv etməkdən qorxur, mükəmməl görsənmək istəyir. Bunlar aiddir qapalıya. Verilən xüsusiyyətlərlə bağlı cavablardan hansı doğrudur? Şagird çətinlikləri sevir, açıq, rəylərə qulaq asır və əməl edir, açıq. Bu, açıq düşüncə tərzidir. D variantı. Şagird çətin məsələni həll edə bilməyəndə, müəllim, sən humanitar fənlərə daha çox uyğunsan. Bu tip məsələlər sənlik deyil. Müəllim şagirddə qapalı düşüncə tərzi formalaşdırır. Deyərək ona daha asan tapşırıq verir. Bir neçə həftə sonra şagird çətin suallardan yayınmağa başlayır, dərsdə qaldırmır. Çünki qapalı düşüncədə də artıq. Müəllimin hansı addımı doğru olardı? İndi müəllim onu açıq düşüncə tərzinə çevrilməlidir. Necə? Şagird motivasiyanı qorumaq üçün ona bacardığı səviyyədə tapşırıqlar verməyə davam etmək və çətin suallarla üzləşməsinə bir müddət imkan verməmək. Bu olacaq yenə qapalı. Şagirddə özünə inamı artırmaq məqsədi ilə nəticədən asılı olmayaraq onu tez-tez tərifləmək, səhvləri ətraflı müzakirə etməməyə üstünlük vermək yenə qapalı olacaq. Tez-tez tərifləyir, səhvi müzakirə etmir. Şagirdin səylərini, prosesi, istifadə etdiyi strategiyaları vurğulamaq, səhvlərin öyrənmə fürsəti kimi təqdim etmək, mərhələli dəstəkləmək, ona yenidən çətin tapşırıqlar vermək şagirddə açıq düşüncə tərzi formalaşdıracaq. Maraq dairəsini nəzərə alaraq onu əsasən humanitar fənlərə yönəltmək yenə qapalı olacaq. Çətin tapşırıqları sinifdə yalnız güclü şagirdlərə yönəltmək, şagirddə müşahidəçi rolunda saxlamaq yenə qapalı olacaq. Ancaq şagirdin prosesini tərifləsə, strategiyasını tərifləsə, öyrənmə fürsəti versə, bu artıq olacaq açıq düşüncə tərzi. Hansı fikir yanlışdır? Qapalı düşüncə tərzi insan yeni məlumatı və fərqli baxışları nəzərə almadan əvvəlcədən formalaşmış fikirlərinə kör-körənə bağlı qalması, alternativ yanaşmaları rədd etməsi kimi xarakterizə olunur, düzdür. Bu düşünür ki, mən anadan gəlmə buyam, həmişə də bu olacam. Açıq düşüncə tərzi insanın fərqli baxışlarını dinləyib dəyərləndirməyə, öz mövqeyini yenidən nəzərə keçirməyə, lazım gəldikdə fikirlərini dəyişməyə, müzakirələrdə obyektiv mövqe saxlamağa hazır olması doğrudur. Devektə görə insanın bacarıqları və zəka səviyyəsi dəyişməz deyil. Davamlı səy, düzgün strategiya vasitəsilə inkişaf edə bilər, doğrudur. Devektə görə şagird çətinliklə qarşılaşanda tapşırığı sadələşdirib onun uğur qazanmasını təmin etmək lazımdır. Çünki ardıcıl uğur qazanmaq özünə inam formalaşdırır. Mən çətin tapşırığı niyə sadələşdirib verim ki? Bu devek tərzi deyil. Devek deyir ki, səhvlər etməkdən qorxmamalıdır, risk götürməlidir. Deməli, yanlışdır D variantı. Açıq düşüncəyə malik şagird tənqidi şəxsi hücum kimi yox, inkişaf üçün göstəriş kimi qəbul edir, fərqli baxışlardan nəticə çıxarır. Bu da doğrudur. Deməli, yanlışdır D variantı. Müəllim tənasübə aid bir nümunə yazaraq şagirdlərə mövzunu izah edir. Şagirddən biri mövzunu anlamır və anlamadığı məsələni digər şagirdlərin yanında pis olmamaq üçün soruşmur.
Mükəmməl görsənmək istəyir, səhv etməkdən qorxur. Bu qapalı düşüncə tərzi nəzəriyyəsi. Yeni bir robot hazırlamaq istəyən şagird hər dəfə cəhd etsə də, istədiyi nəticəyə nail ola bilmir. Lakin heç ümidsizliyə qapılmır, hər səfərində məqsədinə bir addım daha da yaxşılaşdığını düşünür. Cəhd edir, səy göstərir, irəliyə doğru getmək istəyir, inkişafa açıq düşüncə tərzi. B variantı. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsinə görə, şagird davamlı çalışdığı təqdirdə çətinliyin öhdəsindən gələ biləcəyini düşünür. Açıq düşüncə tərzi, düzdür. Şagird məsələlərə münasibətin özünün zehnin inkişafından asılı olduğunu bilir, bu Piagetdir. Sosial bacarıq Vygotsky'dir. Davranışını idarə edə bilmək üçün zəif tərəflərini bilməli olduğunu anlayır. Xeyr, bu Dweck'ə aid deyil. Özünün hansı zəka növünə sahib olduğunu müəyyənləşdirə bilir Gardner. Deməli, A variantı o oldu. Bugünlük bu qədər həmkarlar.